Allah'a edirik şükür, bunu biz etmişiz zikir. Saybalıya azad olsun, her yeri abad olsun. 92-ci ildə Ağdam rayonunda Saybalı kəndi vardı, hələ qabaqda diyardı. Bu kəndin şəhidləri çox olubdu igidləri. Vətənim Azərbaycana şanı yayılıb hər yana. Qar yağdı Əhmədov, vətəni sevindirib çox. Allah rəhmət eyləsin, yerini cənnət eyləsin. Hasan Xalid də vardı, onu da torpaq apardı. Vətəni üçün can itirib, canını qoyub qan itirib. Bir də Cəfərov alışdı, şəhidliklə barışdı. Döyüşdü qeyrəti ilə, ruhuna hörmət ilə. Əhmədov Rəcəb kimi necə belə oğlanların yazmışıq dastanların. Onun ruhu şad ola, torpağı abad ola. Mən danışım bu haqda və Kərimov Manafda düşməni titrədibdi, igidlik göstəribdi. Gələk əsas söhbətə, ucalıbdı şəhadətə. Sadiqov Rafiq kimi vətənin var igidləri, minlərlə şəhidləri. Mehdiyev Valodya düşməni ilə Aksaya gəlməyibdi heç zaman, o da döyüşübdür yaman. Aslan kimi nələsi çəkindirib hər kəsi, vətənim Azərbaycana səsi yayılıb hər yana. Allah'a edirik şükür, bunu biz etmişiz zikir. Saybalıya azad olsun, hər yeri abad olsun. Saybalıya azad olsun, hər yeri abad olsun.